Ən çox rast gəlinən və ən çox çətinlik çəkilən deməli şəkillərdən birini izah edəcəm sizə və bir daha yadınızdan çıxmayacaq və qarışdırmayacaqsınız. Deməli burada baxırıq, Kön Ağayevanın testinə aid bir testindən bir nümunədir bunlar. Şəkillərə baxırıq. Burada gördüyünüz kimi oxlara çox da fikir vermirik, çünki oxlar bəzən yəni qarışdıra bilirik, çaşdıra bilər sizi. Görürsünüz ki, burada iskələnin ucu bu həmin bu xəttlərin axırına doğru gedir. Yəni bu kəsmənin sonundakı vəziyyətdir. Kəsmənin sonundakı vəziyyət. Ancaq burada başdadır. Görürsünüz, xəttin başında olanda, iskələnin ucu xəttin başında olanda burada sağa doğru əyməkdir. Öz əlinə doğru görürsünüz əyir, oxdan görünür. Sağa doğru əyməkdir. Xəttin başında olanda iskələni sağa doğru əyərək deməli kəsməkdir. Ancaq burada xəttin orta hissəsindədir və burada da gördüyümüz kimi sonuna doğru gedir və bu da iskələnin sonundakı vəziyyətdir. Kəsmənin sonundakı vəziyyətdir. Keçirik digərlərinə. Burada açıq-aydın bilinir, iki əllə tutulub. Yəni bir aşağı tərəfdən, bir də dəstəyindən iskələnin. Bu qoşa əlinədir. Qoşa əlinədir. Keçirik digər, deməli 42-ci testə baxırıq. 42-ci testdə gördüyümüz kimi əli biz bilirik ki, işlək əlimiz sağ əlimizdir. Sağ əlini sol əlinə doğru əyir. Deməli, burada nədir? Sola doğru əyməkdir. Yəni, bəzən görürsünüz, ox düz istiqamətdə göstərir. Ancaq burada belə deməli, fikir versəniz görərsiniz ki, sağ əl işlək əldir və yüngülcə sola doğru əyilib. Deməli, nə oldu? Birinci testdə yenə baxırıq. Bu kəsmənin sonundakı vəziyyətdir. Gördüyümüz kimi xəttin sonuna kimi, deməli, dızın xəttin sonuna kimi gəlir. Bu, kəsmənin sonundakı vəziyyətdir. Bu isə xəttin başında olduğuna görə. Bu isə gördüyümüz kimi dızığın başındadır, baş hissəsindədir, başlanğıcındadır. Bu da olacaq, deməli, sağa doğru əymək. Buradan da görürsünüz ki, sağ işlək əlinə doğru əyilib və iki qoşa əlinə tutulduğuna görə bu qoşa əllədir. Digər 42-ci testə baxırıq. Burada da deməli, sola doğru, yəni işlək əlini sola doğru gördüyümüz kimi əyib, bu da sola doğru əyərək kəsmədir.